Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Aray Kartunyan, Bako Sakyan, Arkadi Qukasyan, David Bobayan və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə keçirilən tərkibdə davam etdirilir. Təqsirləndirilən şəxslər dövlət ittihamçılarının suallarını cavablandırırlar. İfadələrdə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətlərlə bağlı faktlar, sübutlar bir daha təsdiqini tapır. Demək olar ki, hər məhkəmə iclasında bununla bağlı yeni sübutlar, yeni faktlar təqdim olunur. Məlum olur ki, vaxtilə Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin büdcəsi 3 istiqamətdən maliyyələşdirilib. Birincisi fərdi gəlirlər, ikincisi Ermənistandan ayrılan faizsiz kreditlər, hansı ki, həmin faizsiz kreditlər heç bir zaman geri qaytarılmayıb. Üçüncüsü isə müxtəlif xarici təşkilatlardan, donorlardan ayrılan vəsaitlər. Həmin vəsaitlər isə Azərbaycanda müxtəlif cinayətlərin həyata keçirilməsinə, müxtəlif qanunsuz layihələrin həyata keçirilməsinə sərf olunub. Məsəl üçün, ifadələrdə də qeyd olunur ki, Hayastan Ümumi Erməni Fondunun ayırdığı böyük məbləğdə vəsaitlər hesabına Azərbaycanda qanunsuz məskunlaşma siyasəti həyata keçirilib. Buna başqa ifadələrdə qeyd olunur ki, o zamanlar Azərbaycan ərazilərində fəaliyyət göstərən qondarma rejimdə bütün banklar Ermənistan bankları olub. Hətta Artsaq bankı belə Ermənistanda qeydiyyatdan keçib, onun mərkəzi filialı Ermənistanda olub. Bütün maliyyələşmə Ermənistanın mərkəzi bankı tərəfindən həyata keçirilib. Qondarma rejimdə isə onun filialları var imiş, fəaliyyət göstərilmiş. Bununla bağlı həm də ifadələrdə qeyd olunur ki, həmin vaxtda həyata keçirilən iki böyük nəhəng layihə. Ermənistanla qondarma rejim arasında salınan iki magistral yol. Hansı ki, həmin iki magistral yol əsasən Azərbaycan ərazilərinə silahların daşınması, eyni zamanda Azərbaycanın sərvətlərinin talan olunması, Azərbaycan ərazilərindən Ermənistan vasitəsilə çıxarılması həm Ermənistana, həm də dünya bazarına. Bu cür faktlar, sübutlar məhkəmə prosesində olduqca çoxdur. Onlar araşdırılır, tədqiq olunur və ifadələrdə də bir daha qeyd olunur ki, o zamanlar qondarma rejimdə olan ordu Ermənistanın ən böyük ordu birləşməsi olub və onun bütün maliyyələşdirilməsi də Ermənistan büdcəsindən həyata keçirilib və bununla bağlı Ermənistan büdcəsində xüsusi bənd var imiş, ayrılırmış ki, həmin bənddə həmin o ordu birləşməsinin maliyyələşdirilməsinə, silah təminatı ilə bağlı, sursatla bağlı təminatına sərf olunurmuş. Məhkəmə prosesində qeyd etdiyimiz kimi bu cür faktlar çoxdur. Həmin faktları biz xəbərlərin növbəti buraxılışında geniş reportajımız olacaq ki, o reportajda da həmin faktlar öz əksini tapacaq. Bütün məlumatları tamaşaçıların da diqqətinə çatdıracaq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən mərkəzdə, studiyadadır.